Dostlar, nəhayət Starlink Azərbaycanda da aktivləşdi. Artıq ucqar kəndlərdə, dağlıq ərazilərdə və ümumiyyətlə zəif internet problemi olan yerlərdə də sürətli və stabil internetə çıxış mümkün olacaq. Starlink nədir? Starlink Elon Musk'ın SpaceX şirkətinin yaratdığı peyk internetidir. Ənənəvi fibr optik xətlərə ehtiyac olmadan birbaşa peyklər vasitəsilə internetə qoşulmaq imkanı verir. Azərbaycanda necə işləyəcək? Sadə kiçik bir antena quraşdırırsan və internetə qoşulursan. Adi provayderların əhatə etmədiyi yerlərdə belə Starlink yüksək sürət və sabit əlaqə təmin edəcək. Necə qoşulmaq olar bəs? Starlink'in rəsmi saytına daxil olub qeydiyyatdan keçmək və avadanlıq sifariş etmək kifayət eləyir. Bir qədər bahalıdır, amma internet problemi olanlar üçün tam ideal həll yoludur. Azərbaycanda Starlink'in qiymətləri nədir bəs? Avadanlığın qiymətləri 670 manatdır, çatdırma 50 manat, aylıq abunə haqqı isə 100 manatdır. Beləliklə, ilkin qoşulma xərci ümumilikdə 820 azeni təşkil edir. Bəs sizcə Starlink'in Azərbaycanda istifadəyə verilməsi internet bazarına necə təsir edəcək? Fikirlərinizi bizimlə bölüşün.